çolkanı biraz həm yumşaldırıq, həm obyomlu qalsın, saç nazik olduğu üçün, həm oturuşda qəşəng otursun. Deməli, orta hissəsini qaldırırıq. Hardasa deyək, 0 idi, bu olsun 90 dərəcə. Baxın, qaldırdıq. Və bütün tüküləri ona uyğun orta hissəyə çəkirik. Baxın. Eyni qayda ilə də bu hissəni ortaya çəkirik. Və biz kəsdiyimiz, bax, kontrolümüzü görürük. Biz öz başımıza saç kəsmirik. Kontrol olmasa, bax, kontrol olmasa kəsmək alınmır. O yalan söhbətdir ki, gözə yarı kəsilir. Biz belə kəsirik, alınmır elə. Gərək kontrol olunmalıdır. Çünki bütün hər şey bir-birindən asılıdır. Biz öz başımıza kəssək, kəsə bilərəm, öz başıma nəyisə özüm bir yarada bilərəm, xuliqan tipində. Yenə də onun dərəcəsi olmalıdır. İndi kodkasını eləyəcəm, baxarsın.